Əziz qardaşlar, dəyərli müsəlmanlar, bugünkü xütbəmizin mövzusu milli və mənəvi dəyərlərimizin hamisi mövzusudur. İslam dini insanların xoşbəxtliyi üçün çalışır. Ən böyük hədəfi, ən başlıca hədəfi insanların birliyini və bərabərliyini təmin etməkdir. Çünki birlik və bərabərliyin təmin olunduğu bir cəmiyyətdə əmin-amanlıq olar, xoşbəxtlik olar. İnsanlar arasında keçim təşkil edilmiş mümkün olar və ilahi mərhəmət olar təbii ki. Birlik və bərabərliyin təminatı isə milli və mənəvi dəyərlərimizə sahib çıxmağa bağlıdır. Milli və mənəvi dəyərlərimizin başında sözsüz ki, ilahi kəlam olan müqəddəs Qur'an-ı Kərim durur. Çünki bu dəyər bizi daim birliyə və bərabərliyə dəvət edir. Xütbəmin girişində oxuduğum ayədə Rəbbimiz buyurur ki, وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamılıqla Allahın ipinə möhkəm sarılın və parçalanmayın. Demək ki, bu dəyərə bağlanmağımız sadəcə fərdi şəkildə deyil, tək deyil, cəmiyyət halında, birlik halında bağlanmağımız bizdən tələb olunur və parçalanmayın buyurur Allah Teala. Parçalanmayın deyərkən sadəcə fikri yöndən parçalanmaqdan söhbət getmir. Burada gücün zəifləməsindən, mənəviyyatın zəifləməsindən söhbət gedir. Və Rəbbimiz ayənin davamında buyurur ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ Allahın sizə olan nimətini xatırlayın. اِذْ كُنْتُمْ اَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ Siz bir-birinizə düşmən idiniz, Allah sizin qəlblərinizi birləşdirdi. Demək ki, insanların bir-birinə yaxınlığı sadəcə qan qohumluğuyla, nəsillə deyil, qəlblərin bir-birinə yaxınlığı imanla mümkün olur. Çünki bir çox bir-birlərinə düşmən olan insanlar İslam'a girdikdən sonra bir-birinə qardaş olurlar, bir-birinə yaxın olurlar. فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا Onun bu niməti sayəsində siz bir-birinizlə qardaş oldunuz buyuruyor Allah Teala. Yəni qardaşlıq sadəcə sözdə olmamalıdır. Müsəlmanlar bir-birlərinin kədərli halında da, sevincli halında da birlikdə olmalıdırlar. Məhz milli və mənəvi dəyərlərimiz bu ruh üzərində kök salmışdır. Bu da böyük bir nemətdir. Çünki başqa xalqlarda bu cür mənəvi duyğular demək olar ki, yoxdur. Onlar əsasən, o cəmiyyətlərdə əsasən egoizm, fərdiyyətçi ruh daha çox inkişaf etmişdir. Yenə Rəbbimiz ayənin davamında buyurur ki, وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا Siz o çuxurunun kənarındaydınız, Allah sizi bundan xilas etdi. Demək ki, dəyərlərindən uzaqlaşan millətlər sanki bir uçurumun kənarındadır. Dəyərlərimizə sahib çıxmağa çalışmalıyıq. Kəzəlikə yubəyyinullahu ləkum ayatihi la'allakum təhtədun. Allah Teala sizə ayələrini belə izah edir ki, bəlkə doğru yola yönələrsiniz. Dəyərli qardaşlar, tarix səhnəsinə baxdığımız zaman nəyin bahasına olursa olsun, milli və mənəvi dəyərlərinə sahib çıxan millətlər daim ucalmışlar, inkişaf etmişlər və tarix səhnəsində özlərinə müəyyən yer tuta bilmişlər. Əksinə, bu dəyərlərə sahib çıxmayan, birlik və bərabərliklərini pozan, daim çəkişmələrlə, ixtilafla məşğul olan cəmiyyətlər isə tədricən zəifləmiş və ümumiyyətlə tarix səhnəsindən silinib getmişlər. Məlumdur ki, insan bədənini təşkil edən üzvlər ahəng şəklində fəaliyyət göstərərsə, o bədən sağlam olar. Cəmiyyətlər də bunun kimidir. Əgər cəmiyyəti təşkil edən fərdlər bir amal uğrunda çalışmırlarsa, eyni məqsədlər uğrunda birləşə bilmirlərsə, belə bir cəmiyyətlərdə əmin-amanlıq olmaz, firavanlıq əlbəttə ki, olmaz. Çünki belə bir cəmiyyətlər əmin-amanlıq əlbəttə ki, olmaz. Çünki insan daim başqasına möhtacdır, daim tək başına yaradılmamışdır insan, tək başına özünü müdafiə edə bilməz, tək başına öz ehtiyaclarını təmin edə bilməz. Odur ki, dinimiz egoist bir həyatı bizə
məsləhət görmür. Yalnız özünü düşünən, yalnız öz mənafi üçün çalışan insanlardan uzaq olmağımızı və bu xislətdən uzaqlaşmağımızı bizdən istəyir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, özünüz üçün istədiyinizi müsəlman qardaşınız üçün də istəmədiksə, həqiqi şəkildə iman etmiş olmazsınız. Demək ki, o birlik imanın kamilləşməsi sadəcə ibadətlə deyil, müsəlman qardaşını düşünməklə, bölüşməklə, paylaşmaqla kamilləşə bilir. Bütün insanların eyni düşüncədə olması, eyni fikirləri də olması əlbəttə ki, mümkün deyildir. Amma insanlar birlik və bərabərlik içərisində yaşamalıdırlar. Bunu təmin edərkən zorakılıqla, zor gücü ilə bunu təmin edərkən bu zaman heç bir effekt almaq mümkün olmaz. Tam əksinə bu daha da parçalamağa o cəmiyyəti sövq etmiş olar. Odur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, İnnallâhe rafiqun, şübhəsiz ki, Allah Teala mülayimdir, yuhibbur rifqa fi kulli əmri və bütün işlərdə də mülayim olmağı istəyir. Milli və mənəvi dəyərlərinə sahib çıxmayan, başqa millətləri kör-körana təqlid edən cəmiyyətlər tədricən tarix səhnəsindən silinib gedirlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bu barədə bir hədisi var. Çünki əgər bir cəmiyyəti dağıtmaq istəyirsənsə, o cəmiyyətin öncə dəyərlərini əlindən almalısan. O dəyərlərini əlindən alınan cəmiyyətlərdə də sözsüz ki, birlik və bərabərlik olmaz və o cəmiyyət bir gün dağılıb gedər. Və Allah Resulü Əbu Said Əl-Xudri radiyallahu anhdan gələn bir hədisdə buyurur ki, sizdən əvvəlki ümmətlərin arxasınca qarış-qarış, addım-addım gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsilər belə, siz də onları təqib edəcəksiniz. Sahabə soruşur ki, ya Resulallah, onlar Yahudi və Xristiyanlardırmı? Peyğəmbərimiz də buyurur ki, onlar deyir, başqa kimlərdir? Və yenə Rəbbimiz Ənam surəsində 153-cü ayədə buyurur ki, elə isə budur mənim doğru yolum, elə isə ona uyun. Əgər siz bu yola uymasanız, parçalanarsınız və Allahın yolundan uzaqlaşmış olarsınız. Allah sizə ayələrini belə bu şəkildə izah edir ki, bəlkə təqvalı olasınız. Demək, dinimiz bizə dəyərlərimizə sahib çıxmağımızı istəyir. Çünki dəyərlərə sahib çıxmayan bir millət başqalarına kör-körana təqlid edərək öz dəyərlərindən uzaqlaşmış olur. Rəbbimiz bizə o doğru yolun Quran olduğunu bizlərə bildirir. Milli və mənəvi dəyərlərimizin ən mühüm sütunlardan biri də doğruluq və dürüstlük işidir, qardaşlar. Və İslam əxlaqının əsasını təşkil edən doğruluq, dürüstlüyün əksi nədir? Riyakarlıqdır, ikiyüzlülükdür, yaltaqlıqdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ondan gözəl bir nəsihət istəyən insana buyurur ki, Allaha iman etdim de və dost doğru ol, yəni dürüst ol. O insan ki, riyakardır, yaltaqdır, o insan daim yalan danışmağa meyillidir. Yəni yalan danışan insan bir dəfə yalan danışdı mı, bu yalanını müdafiə etmək üçün onun 10 dənə əlavə yalan danışmağa ehtiyac duyur. Və beləliklə bir insandan hər cür ikiyüzlülük gözləmək mümkündür, yaltaqlıq gözləmək mümkündür. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, yaltaqları gördüyün zaman onların üzünə torpaq səpin. Ən əhəmiyyətli mənəvi dəyərlərimizdən biri də, dəyərli qardaşlar, səriştə və bacarıqdır. Yəni, səriştəsi olan insanlar bir kənarda qalırsa, onların yerinə səriştəsiz insanlar gətirilirsə, bu da cəmiyyətin fəlakəti deməkdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bir işdə layiq olmayan insanlar əgər vəzifə başına gətirilirlərsə, o zaman qiyaməti gözləyin buyurur. Bacarıq və səriştə əhəmiyyət verilməyən yerdə təbii ki, ədalət zəifləyər, burada əmin-əmanlıq olmaz. Sevindirici bir haldır ki, dəyərli qardaşlar, milli və mənəvi dəyərlərimizin hamisi başda Ali Baş Komandanımız olmaqla xalqımız və dövlətimizdir. Biz bu dəyərlərə himayə edilməsinin, onun qorunmasını harada şahid olduq?
torpaqlarımızın işğal altında olan torpaqlarımızda yeni məscidlərin tikilməsi, milli və mənəvi dəyərlərimizə sahib çıxılmasında gördük. Bir vaxtlar o məscidlərdə donuz otaraldırdı, abidələrimiz dağılırdısa, bugün o abidələrimizə, o məscidlərimizə sahib çıxılır. Yeni məscidlər inşa olunur. Bu sadəcə Azərbaycan xalqının uğuru deyil, bu bütün İslam dünyasının uğurudur. Və biz bu inkişafı bir dindar olaraq hər birimiz görürük, müşahidə edirik. Bu yolda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu yolda sağlamlığı itirən bütün qazilərimizə Allahdan şəfaat diləyirik. Allah Teala cəmiyyətimizi bir və bərabər etsin. Milli və mənəvi dəyərlərimizə sahib çıxa bilməyi bir xalq olaraq hər birimizə nəsib etsin. Amin.